Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'dahu ve ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Bu videoda hər kəs üçün, yəni mənimlə müxalifət edən, mənimlə mübahisə edən, rəddiyə verməyə çalışan və s. rəddiyə verən hər kəsə səslənirəm. Hər kəsə. Mən Mürşid Yusufoğlu öz dinimdə sadəcə iki qaynağa etimad edirəm. Sadəcə iki qaynağa. İki qaynaq tanıyıram və dinimi o iki qaynaqdan götürürəm. Bu Quran-ı Kərimdir. Allah Subhanahu wa Ta'ala'nın kitabı. Bu da hədis-i şəriflərdir. Resulullah sallallahu aleyhi və səlləmin hədisləri. Həm Quran-ı Kərimi ana dilimizə tərcümə etmişəm. Kitab orada rəfdədir. Həm bu hədisləri özüm toplamışam. 7 cilddən ibarət bir kitabdır və onu gördüyünüz şəkildə 7 cilddə tərcümə eləmişim. Və burada bizim müsəlmanların hədis kitablarından toplanmış, seçilmiş, araşdırılmış, təhqiq edilmiş, tərcümə edilmiş hədislər toplanıb. Yəni İmam Məlikin Muvattası, İsmail ibn Cəfərin Əhadithi, İbn Əbi Şeybə rəhmətullahi aleyhi Musannəfi, Musnəd, İmam Əhməd rəhmətullahın Musnədi və s. kimi məruf bilinən qaynaqlardan toplanmış, seçilmiş hədislərdir. Mən dinimdə Quran və sünnətə dayanıram, Quran və sünnəti dəlil alıram. Quran və sünnət xaricində, İslam dinində heç bir dəlil yoxdur. Mən buna iman gətirmişəm. Kitab və sünnətdən bunu görmüşəm, buna iman gətirmişəm. Bunu niyə zikr edirəm? Ona görə zikr edirəm ki, mənim hər hansı bir məsələdə yanlış etdiyimi, doğru söyləmədiyimi, doğru danışmadığımı iddia edən hər kəs bu iki qaynaqdan mənə dəlil gətirməlidir. Çünki bu iki qaynağın xaricində, yəni Quran və sünnət xaricində mən heç bir qaynağı dinimdə dəlil qəbul etmirəm. Quran və sünnət bilməyənlərə, anlamayanlara təkrarlayıram. Filan sahabə belə dedi, filan sahabə belə etdi, filan alim belə fətva verdi, filan kəslər icma ediblər, filan kəslərin ittifaqı var, cümhur belə dedi və s. məni dinimdə heç bir şeylə ilzam etmir. Mən dinimdə sadəcə və sadəcə iki şey, Quran və sünnətə tabeyəm. Quran və sünnətdən olan dəlillərlə mənə gəlin. Onun xaricində deyilən heç bir şeyin mənim qatımda şəri çərçivədə, şəri məsələlərdə heç bir dəyəri yoxdur. Dəlil olma yönündən heç bir dəyəri yoxdur. Alimlərin sözü də mənim üçün dəyərlidir. Lap əvvəldə, lap başda sahabələrin sözü mənim üçün dəyərlidir, önəmlidir. Şəriətdə hüccət olma baxımından hökmü yoxdur. Onu demək istəyirəm. Yəni Ömər radiyallahu anh bir söz deyib, bir fətva verib, Əbu Bakr radiyallahu anh bir fətva verib və yaxud da hansı başqa bir sahabə, Allah hamısına razı olsun. Onların sözləri, özləri mənim üçün dəyərlidir. Lakin onların sözləri şəriətdə hökm daşımır. Bu sözlərim, bu müraciətim istər əhl-i sünnət olsun, istər əhl-i şiə olsun, fərq etmir. Hər kəsə ünvanlanıb. Hər kəsə. Mənə müxalif olaraq nəsə demək istəyirsinizsə, mənə nəsə rəddiyə vermək istəyirsinizsə, Quran və sünnətdən dəlil gətirəcəksiniz. Mənim kitablarım bəllidir. Buradadır. Allah Subhanahu Taala'nın kitabı, Resulullah sallallahu aleyhi ve sellem hədisləri. Mən bunları qəbul edirəm. Varsa, Quran və sünnətdən dəliliniz, buyurun gəlin. Lakin mənə gəlməyin. Əsasən də son zamanlarda belə aktivləşmiş olan bəzi özünə şiə deyən rafizilər, filan sahabə belə etdi, filan sahabə belə dedi, sizdə belədir, kimi şeylərlə gəlirlər. Bir dəfəlik buraya daxil edin, idxal edin ki, gömrüyü falan maniyələri qaldırın, idxal edin beyninizdə ki, mən hər hansı bir sahabənin sözünü dinində hüccət saymıram. Hüccət nədir? Siz bilirsinizsə, artıq bunlarla gəlməzsiniz. Hüccət odur ki, şəriətdə haramı, halalı, oları, olmazı, yaxşını, pisi təyin edir. Sözü hüccət olan kimsə
Allah Subhanahu ve Taala'dır. Halal ve haramı o təyin edir. Və Rasulullah sallallahu aleyhi ve sellem də onun qatından göndərilmiş Rasul olduğu üçün onun mübarək iki dodağının arasından çıxan hər şey hüccətdir. Başqa birisini, başqa bir qaynağı, başqa bir mərcini hüccət sahibi olduğunu demək, onu Allah və Rasulü ilə eyniləşdirməkdir. Mən bunu qəbul etmirəm. Siz qəbul edirsinizsə, o sizin öz aranızda olan məsələdir. Məni bağlamır. Bir dəfəlik bunu ayrıca bir videoda deyirəm ki, insanlar bilsinlər. Mənə müxalif olaraq nəsə deyəndə Quran və sünnətdən dəlillə gəlsinlər. Məsələ bundan ibarətdir. Ayət və səhih hədis varsa, buyur, danışaq. Yanlışım varsa, mən tövbə edim. Yox, sən mənə filan kəsin fətvası, filan kəsin icması və s. qiyası və s. məni bağlamır. Qəti şəkildə mənim dilimdə heç bir şeylə ilzam etməz. Çünki mənim üçün sözü hüccət olan yalnız Allah və Rəsuludur. Və Allahdan istəyirəm ki, bunun üzərində məni öldürsün. Və axiru da'vanən elhamdülillahi rabbil alemin.